Anadan gəlmə adrenal hiperplaziya adında ağır bir diaqnoz var ki, əgər vaxtında diaqnozu qoyulmazsa, uşaqların həyatı təhdid edən durumla rastlaşmasına səbəb ola bilər. Məhz buna görə də yeni doğulmuş tarama, yəni neonatal skrininq testlərinə bu hormonal analizdə daxildir. 17 hidroksiprogesteron testi doğumun 3-5-ci günündə, 5-ci günündən sonra alınması daha məqsədə uyğundur, olunur. Ölkəmizdə müşahidəmizi bildirmək istəyərdim ki, yəni bizdə bu analizin nəticəsi çox zaman yüksək olur. Ümumiyyətlə bir qədər həssas analiz olduğu üçün dünyada da çox sayılı yanlış müsbət nəticələr ola bilər. Bu hər zaman uşaqda həmin bu ağır patologiyanın olması anlamına gəlmir. Eləcə də ölkəmizdə yoxlama metodları fərqli ola bilər və yaxud da bizim əhaliyə xas olan standart vahidlər, standart miqdar olmadığı üçün çox halda bu testin nəticəsi yüksək ola bilər və bu ailələrində, pediatrlarında təşvişinə səbəb olur. Amma qeyd etmək istəyirəm ki, bu hormonun bir dəfə yüksək olması uşaqda xəstəliyin olması anlamına gəlmir. Biz diqqət etməliyik, pediatr endokrinoloq olaraq sözsüz ki, bunu mütəxəssis qərarlaşdırmalıdır. Əgər uşaqda kliniki əlamətlər yoxdursa, məsələn, hiperpigmentasiya, genital bölgədə qarışıq cinsiyyət yoxdursa, qaytarma, qusma, çəki alımında problem yoxdursa və eyni zamanda hiponatremiya, hiperkalemiya yoxdursa, o zaman bir həftə, 10 gün sonra uşaq sözsüz ki, nəzarət altında təkrar venoz qan örnəyində bu analizin həqiqətən də yüksək olub olmamasına baxa bilərik. Yox, əgər qeyd etdiyim əlamətlər varsa, o zaman sözsüz ki, daha irəli araşdırmalar, xüsusən də sinakten testi və s. eləyib xəstəliyi ilkin mərhələlərdə təsdiq və yaxud da inkar etmək olar.